orta məktəb dərsliklərindən və filmdən Nəsimini tanıyırıqsa, bu o deməkdir ki, biz Nəsimini tanımırıq. Tanımırıq. Əvvəla film Nəsiminin heç bir cizgisini əks elətdirmir. Nəsimi kimdir sualına təbii ki, cavab vermir. Mən buna bolşeviklər zamanının ideologiyasına uyğunlaşdırılmış bir qəhrəman kimi təqdim olunmasını pisləyirəm. Çünki filmin rejissoru da, senari müəllifi də, hətta məsləhətçiləri də elə adamlardan seçilib ki, onlar Nəsimini təbii tədqiq eləməyiblər. Nəsimini də olduğu kimi yox, ideologiyanın tələbatına uyğun təqdim ediblər. Həm orta məktəb dərsliklərində, həm ali məktəb dərsliklərində bu barədə Həmid Araslı'nın yazdıqlarını əsas götürüblər.